Xonça, adət-ənənənin dadla yoğrulduğu, şirinliyin sənətə çevrildiyi fabrik. Burada hər bir tort sanki xüsusi bir hekayə danışır. Hər şirniyyat zövqün incə nüanslarını əks etdirir. Ustaların sevgisi və peşəkarlığı ilə hazırlanan məhsullar ad günlərini, bayramları daha şirin və rəngarəng edir. Bu dəfə də sizi Xonçanın dadı damağınızda qalan məhsullarını hazırlayan qəhrəmanlarımızdan biri ilə tanış edəcəyik. Tanış olun, onlardan biri. Mən Gülnarə Alşanova, 29 yaşım, 2 övladım var. Gülnarə xanım, hər toxunuşda gözəllik yaratdığınız bu şirin məkanda hansı peşəni təmsil edirsiniz? Xonça fabrikində tort dekorçusu kimi işləyirəm. Hər tortu hazırlayarkən diqqətimi və sənətimi ortaya qoyuram. Onları araz müştərilərinə təqdim etmək mənim üçün böyük sevincdir. Zəhmətkeş əllərinizlə hazırlanan bu sənətin sehirli dünyasına necə daxil olmusunuz? Xonça ilə yollarınız necə kəsişdi? Uşaqlıqdan bu sənətə böyük marağım var idi. Anam evdə şirniyyat hazırlayanda onu diqqətlə izləyirdim. Sonralar kursa gedərək bacarıqlarımı daha da təkmilləşdirdim. Artıq bir ildən çoxdur ki, Xonça fabrikində hər tortda öz xəyalımı canlandırıram. Tort hazırlayarkən nələrə diqqət etmək lazımdır? Siz bu işə öz fərqli toxunuşunuzu necə edirsiniz? Tortun hər qatını sevgi və diqqətlə düzürəm. Naxışları və bəzəkləri vurarkən isə səbirlə işləyirəm ki, tort həm gözəl görünsün, həm də zövq versin. Gülnarə xanım, deyirlər, nağıl tortunuz dillərə dastandır. Yeni gəldiyim zaman mənə nağıl tortunu bəzəmək tapşırıldı. Hazırladığım tortu görəndə baş ustamın üzündəki razılıq mənim üçün böyük sevinc oldu. Hamı mənim tortumdan danışır, onun nə qədər səliqəli və dəqiq ölçüdə olduğunu heyranlıqla vurğulayırdı. Xonça tortları hansı fərqli xüsusiyyətlərinə görə seçilir? Bizim tortların hər qatında keyfiyyətli və seçilmiş ingredientlərdən istifadə olunur. Dəqiq texnologiyalarla hazırlanan bu məhsulların dadından doymaq olmur. Əgər sənin də şirniyyata sevgin varsa və diqqətli işləməyi bacarırsansa, Xonça sənin üçün də əla bir başlanğıc ola bilər. Nə yaxşı ki, mən də Xonçanı seçdim və nə yaxşı ki, zəhmətkeş əllərimizlə xalqımızın xidmətindəyik.